11-9 Martda buraxılış imtahanı verəcək şagirdlərimizə dəstək üçün, abituriyentlərimizə dəstək üçün belə bir sınaq hazırlamışıq. İnşallah sizinlə birlikdə sınaq izahına baxacağıq və imtahana daha hazırlıqlı şəkildə getməyinizə kömək etməyə çalışacağıq. Onu da nəzərinizə çatdırım ki, buraxılış imtahanından sonra 3-cü qrupların blok imtahanı olacaq. Azərbaycan dili və ədəbiyyat fənnindən blok imtahanına hazırlıq üçün onlayn dərslərimizə qoşulmaq istəsəz 050 745 85 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək sınavımızın izahına. Deməli, deyir ki, bizə yaxınlaşdıra bilirik. Sözlərin dil mənasını nəzərə alaraq ardıcıllığı tamamlayın. Fövqəladə nə deməkdir? Çaxnaşma, vəlvələ, həyəcan. 1-ə gedir A. Qiraət müəyyən üsul və qayda ilə oxuma. 2-ə gedir B. Təlatum da ölkənin həyatında əmələ gəlmə müstəsna vəziyyətdən törəyən onunla əlaqədar olan. Bəli, ardıcılıqla 1-ə A, 2-yə B, 3-ə C. Cavab olur Y variantı. Hansı cümlədə həmcins mübtədalar sifətlə ifadə olunur? Mehriban və səmimi dostlar. Gəlin Y variantına baxaq. Qalib və məğlub fəxri kürsüdə. Qalib və məğlub fəxri kürsüdə mükafatlandırıldılar. Mükafatlandırdılar kim? Qalib, kim? Məğlub. Məğlub mükafatlandırıldı, qalib mükafatlandırıldı. Deməli, mübtədalar həmcinsdir, qalib və məğlub. Və qalib, məğlub sözlərdən nitq səsi olaraq cavabımız Y variantdır. Dostum Əli yanlışı və doğrunu bir-birindən seçə bilmirdi. Seçə bilmirdi kim? Əli. Nəyi seçə bilmirdi? Yanlışı. Nəyi seçə bilmirdi? Doğrunu. Burada həmcins tamamlıqlar var və onlar sifətlə ifadə olunur. Bizə mübtəda lazımdır. Ailədə hörmətli və güvənli olmaq ən əsas vacibdir. Vacibdir, əsasdır. Nə? Ailədə hörmətli və güvənli olmaq. Bu məsdər tərkibinin deməli, tərkibində hörmətli və güvənli sifətləri var. Amma onlar ayrıca cümlə üzvü deyil. Mübtədamız məsdər tərkibini ifadə olunur. Bunlar qalıblar tərkibin içərisində. Bu da getdi. Kamil və ağıllı bir insandır. Dostdur Əli. Dostdur, insandır. Xəbərlər kim? Əli. Xəbərlərimiz həmcinsdir. Necə insandır? Kamil, təyin, ağıllı, təyin. Burada da təyinlərimiz həmcinsdir və sifətlə ifadə olunur. Bizə isə mübtədanın həmcinsliyi lazım idi. Mehriban və səmimi dostlar birlikdə gəldilər. Gəldilər, xəbər kim? Dostlar necə birlikdə? Zərfli, necə? Dostlar səmimi, necə? Dostlar mehriban. Burada səmimi və mehriban təyinlər həmcinsdir və sifətlə ifadə olunur. Cavab oldu Y variantı. 3. Hansı cümlədə əvvəlkidən sonra vergül qoyulması şübhə yaratmır? Doğru işarələ buraxılıb. O evi təmizləməyi bizə tapşırdı. Baxın, bu əvəzlikdən sonra vergülünə vaxt qoyulur, şəxs əvəzliyi olduqda, ismi əvəz etdikdə, mübtəda vəzifəsində çıxış etdikdə. O evi təmizləməyi bizə tapşırdı. O evi, hansı evi də deyə bilərik? Yəni, yuxarıdakı ev, aşağıdakı və o şəxs kimi də düşünək. Məsələn, Əli evi təmizləməyi bizə tapşırdı. Burada şübhəlidir, yəni işarə də ola bilər, şəxsdir. O baxanda sən kənarda dur. Burada o-dan sonra feili bağlama gəldiyinə görə ümumiyyətlə nə şəxs, nə işarə, nə vaxt, nə olur olsun vergül qoymayacaq. Bizə o evdən lazımdır. Lazımdır. Nədən evdən? Hansı evdən? O. Burada təkcə işarə vəzi kimi düşünür, qoymur. O sanki bizə inanmır. İnanmır kim? O. Burada şəxs əvəzliyidir, amma özündən sonra modal söz gəldiyinə görə vergül qoyulmur burada da. Yəni, elə bil sanki modal sözlərindən sonra vergül qoyulmur axı. O sevdiyi işlə məşğuldur. Məşğuldur xəbər kim? O. Şəxs əvəzliyir, ismi əvəzliyib, özündən sonra vergül qoyaraq. Çünki feil sifət gəlib. Feillərdən bir dənə feil sifət gələrsə, ondan sonra vergül qoya bilərik. Digər məqamda, yəni feilin hansı forması gəlir gəlsin, vergül qoymarıq. Cavab oldu Y. 4-ə baxaq. Hansı cümlədə? Xəbərin ifadə vasitəsi quruluqca sadədir. Xəbər, ümumiyyətlə, bütün cümlələr, söz birləşməsi mürəkkəb anlam ifadə olunarsa, ifadə vasitəsi mürəkkəbdir, sözlə ifadə olunarsa, sadədir. Baxaq, o bir ara baxırıq. 4-ə. Mənə dediyi sözlərin təsirindən çıxa bilmirdim. Yox, xəbərin ifadə vasitəsi sadə olsun deyir. Demir xəbər. Bir dəqiqə baxaq. Mənə dediyi sözlərin təsirindən çıxa bilmirdim xəbər.
Kim mənim mübtədası yoxdur, getdi bu. Bu ifadə vasitəsi deməli mürəkkəb feillə ifadə olunub. Sözümüz mürəkkəbdir, amma xəbərin ifadə vasitəsi sadə, çünki sözdür. Söz verdiyimiz kimi olacaq hər şey. Nə edəcək? Olacaq. Baş tutacaq, baş verəcək, mümkün olacaq. Xəbər. Necə olacaq söz verdiyimiz kimi? Nə hər şey? Hər şey artıq normaldır. Normaldır xəbər. Burada kök normadır. L leksik, D da qrammatik. Bu düzəltmədir. O bütün gün mətbuatdadır. Xəbərimiz mətbuatdadır sözdür. Sözün kökü mətbudur. At leksik, danandır da qrammatikdir. Bu da düzəltmədir, normal düzəltmədir. İşi gücü dalaşmaqdır. Dalaşmaqdır sözü də düzəltmədir. Dalamaq kökdür. Ş leksikdir. Maqlandır da qrammatikdir. Bu da düzəltmədir. Sözün necə olduğunu deyirdi deməli bizdən. Bu mürəkkəbdir. Normal, mətbuat, dalaşmaq düzəltmə oldu. Amma burada olacaq, müstəqil ayrıca xəbər olduğuna görə, sadə olduğuna görə cavabımız B-dir. Çünki ol sözü yaşamaq, var olmaq, iştirak etmək mümkün olmaq kimi mənalar verirsə, müstəqil sadə feil olur. Yox, vermirsə, o zaman özündən əvvəl sözdən bir yerdə mürəkkəb feil olur. Burada verdiyinə görə müstəqil sözdür, cavab da B-dir. 5-ci testə baxaq. Döyüşdə yaralananları qaçırdı cümləsində uzlaşma əlaqəsinin gözləndiyini nəzərə alaraq doğru fikir müəyyən edin. Döyüşdə yaralananları qaçırdı. Xəbərin ifadə vasitəsi düzəltmədir. Deməli, döyüşdə nə etdi? Qaçırdı. Kim o? Yəni, uzlaşma əlaqəsinin gözləndiyini nəzərə alsaq, bir adamımız yoxdur və üçüncü şəxsin təkindədir. Çünki xəbər üçüncü şəxsin təkindədir. Kimi qaçırdı? Döyüşdə yaralananları. Tamamlıq. Xəbərin ifadə vasitəsi düzəltmədir. Qaçırmaq. Bəli, qaç, kök. Leksik, D zaman. İkinci dərəcəli özünün ifadə vasitəsi mürəkkəbdir. Bəli, feil və tərkibini ifadə olunub. Tamamlıq. Yer zəifliyi düzəltmə isimlə ifadə olunmuşdur. Yer zəifliyi yoxdur. Kök feil olan üst düzəltmə söz var. Nəysə səhv eləyirik. Kökü feil olan düzəltmə söz. Kökü feil olan üst düzəltmə. Döyüşdə düzəltmədir. Kökü feildir. 3 leksik. Yaralananlar kökü yarı feilidir. A leksik, lan leksik. Qaçırdı. Qaçmaq kök. Hırdı leksik. Bu da düz oldu. Xəbər feilin xəbər şəkli ifadə olunmuşdur. Bu da düzdür. Nəyi səhv eləyirik? Baxın uşaqlar, mən səhv təhlil elədim. Cümlənin təhlili belədir. Qaçırdı. Kim qaçırdı? Yaralananları. Mübtəda nədə? Döyüşdə. Onların yaralananları. Düşünün, bu mənsub şəkilçili isimləşmiş feili sifət. Bax, qaçırdı kim? Yaralananlar. Yəni onların yaralananları qaçırdı. Nədə? Döyüşdən. Belə baxaq indi biz buna. Xəbərin ifadə vasitəsi düzəltmədir. Xeyr, bu nə edirdi? Qaçırdı kim? Yaralananları. Qaç kökdür, ır zamandır, d iyidir. Düzəltmə olmadı, sadə oldu. İkinci dərəcəli ifadə vasitəsi düzəltmədir. İkinci dərəcəli döyüşdədir, o da düzəltmə deyil. Mürəkkəbdir deyir, daha doğrusu deyil. Döyüşdə sözüdür, bu da ifadə vasitəsi sadə olur. Yer zəifliyi düzəltmə isimlə ifadə olunur. Yer zəifliyi yoxdur. Kökü feil olan 3 düzəltmə söz var. 2 dənə düzəltmə söz var kök feil olan. Döyüşdə bir də yaralananları. Döydü sözün kökü, bir də yardı. Qaçırdı sözü sadədir. Bu da getdi. Xəbər feilin xəbər şəkli ifadə olunmuşdur, düzdür. Qaç köklü, ır zamandır. Sözün üzərində də zaman varsa olur xəbər şəklində. Düzgün cavabımız 7. Bu qədər uşaqlar, sağ olun.